Manşet Az saytı 5 yaşını qeyd edir. Sayt ölkəmizdə və dünyada baş verən ən mühüm ictimai-siyasi prosesləri, hadisələri oxuculara təqdim edir. Manşet Azın fəaliyyəti qısa bir zamanı əhatə etsə də, əslində sayt ölkənin ən aparıcı xəbər portalları ilə rəqabət aparmaq imkanlarına malikdir. 5 il bir insan ömrünə az görünə bilər. İnformasiya məkanında isə bu 5 il minlərlə xəbər, yüzlərlə taleyə toxunan hekayə və cəmiyyətlə qurulan etimad körpüsü deməkdir. Zaman dəyişir, hadisələr bir-birini əvəz edir. Lakin sözün məsuliyyəti və həqiqət dəyişmir. Bugün fəaliyyətinin 5-ci ilini qeyd edən Manşet Az saytı da məhz bu prinsiplərlə öz yoluna davam edir. Gündəmin nəbzini tutan eksklüziv xəbərləri, özəl açıqlamaları və müsahibələri ilə seçilən Manşet Az təkcə Azərbaycan deyil. Ölkəmizin hüdudlarından kənarda da yaşayan oxucular tərəfindən izlənilir. Bütün kollektivimizi təbrik edirəm. 5 yaş az olsa da, amma düşünürəm ki, bu 5 il ərzində kifayət qədər önəmli iş ortaya qoya bilmişik. Qarşıdakı illərdə biz yenə vədimizə sadiq qalacaq, doğru xəbər, düzgün xəbər, qərəzsiz xəbər yayımlamağa çalışacağıq. 5 il öncə böyük ümidlərlə başlanan bu yol bugün daha da möhkəmlənib. Arxada qalan illər isə təkcə tarix deyil, həm də oxucu etimadı, peşəkar fəaliyyət və qazanılmış təcrübədir. Qarşıdakı illərin də uğur, inkişaf, yeni nailiyyətlərlə yadda qalacağına ümid edirik və həmkarlarımıza uğurlar arzulayırıq. İlkənə Vaqif qızı, Məhəmməd Həsənzadə, Space xəbər.